Cəlilabad torpağı tarix boyu özündən sonra iz qoyan, müxtəlif sahələrdə böyük uğurlar qazanan insanların yetişdiyi bir məkan olub. Bu gün Cəlilabad simaları rubrikasında haqqında danışacağımız şəxs isə həyat yolu ilə diqqət çəkən, lakin adı geniş ictimaiyyətə kifayət qədər tanış olmayan Qurbanxan Məhəmmədoğlu Hüseynovdur. Qurbanxan Hüseynov 15 avqust 1939-cu ildə Cəlilabad rayonunun Pornayım kəndində anadan olub. Hələ gənc yaşlarından hərb və xüsusi xidmət sahəsinə böyük maraq göstərən Qurbanxan 1957-ci ildə Rusiyanın Saratov şəhərində hərbi təhsil almağa başlayıb. O, təhsilini uğurla başa vuraraq leytenant hərbi rütbəsi alıb. Bununla kifayətlənməyən gənc zabit daha sonra Sankt-Peterburq şəhərində təhlükəsizlik və xüsusi xidmət sahəsi üzrə təhsilini davam etdirib. 1961-ci ildə həmin akademiyanı bitirərək peşəkar fəaliyyətə başlayıb. Qurbanxan Hüseynovun xidmət illəri müxtəlif məsul əməliyyatlarla yadda qalıb. Görülən işlərin nəticələri və peşəkarlığı onun hərbi xidmətində sürətli karyera yüksəlişinə səbəb olub. Gənc yaşına baxmayaraq, ona vaxtından əvvəl yüksək hərbi rütbələr verilib. Lakin onun həyatı gözlənilməz və faciəli şəkildə yarımçıq qalıb. Məlumata görə Qurbanxan Hüseynov həyat yoldaşı ilə birlikdə Çita şəhərindəki evinə gedərkən yolda silahlı hücuma məruz qalaraq güllələnib və həyatını itirib. 10 iyun 1970-ci ildə Saratov şəhərində dəfn edilən Qurbanxanın taleyi bununla bitməyib. Atası Məhəmməd kişi oğlunun məzarının Azərbaycandan uzaqda qalması ilə razılaşmayıb. 5 gün sonra Saratova gedərək oğlunun məzarını açdırıb, cənazəsini Azərbaycana gətirib və onu doğma Pornayım kəndində torpağa tapşırıb. Qurbanxanın doğma kəndində keçirilən dəfn mərasimi isə uzun illər yaddaşlarda qalıb. Yerli məlumatlara görə bu dəfn mərasimi Həzi Aslanovun dəfnindən sonra Cənub bölgəsində ən böyük dəfn mərasimlərindən biri kimi xatırlanır. Bir insanın həyatına sığan 31 il, hərb, təhsil, xüsusi xidmət, məsul əməliyyatlar və erkən gələn yüksək rütbələr. Ardınca isə müəmmalı və faciəli ölüm. Bu gün Qurbanxan Hüseynovun adı Cəlilabadın tarixində yaşayan xatirələrdən biridir. Onun həyat yolu bir daha göstərir ki, böyük şəhərlərin, tanınmış insanların tarixində olduğu kimi, Azərbaycanın kiçik kəndlərinin də öz böyük və unudulmaz simaları var. Qurbanxan Hüseynov, Cəlilabadın yaddaşında iz qoymuş simalardan biri. Allah rəhmət eləsin.